Vaxtınız xeyir olsun. Dövlət İmtahan Mərkəzi test toplusundan ilk hissədə, birinci hissədə mövzu 1 coğrafiya informasiya vasitələri hissəsindən testlərimizə baxırıq. Hissə-hissə testlərimizin izahını sizlərlə bölüşməyə çalışacağam. Və başlayaq testlərimizə. Birinci testimizdən başlayaq. Birinci testimizin şərtini oxuyaq. A məntəqəsinin B-dən 1.5 dəfə az yüksəkliyə malik olduğu sxemi tapın. Nəzərə alın ki, kəsmə yüksəklik 5 metrdir. Biz ilk öncə baxaq. A məntəqəsinin B-dən 1.5 dəfə az olduğu sxemi soruşur bizdən və kəsmə yüksəklik 5 metrdir. Hər bir horizontalda A nöqtəsi baxaq. A nöqtəsi xarici horizontal üzərində verilmişdir. Bütün variantlarda bu özünü doğruldur. Bu zaman biz berqişdirğə fikir veririk. Çünki əgər bizim berqişdirğimiz daxilə doğru çəkilmişdirsə, bu çökəklikdir. Bu da o deməkdir ki, A nöqtəsi B nöqtəsindən daha hündürdə yerləşir. Məsəl üçün A sxemində. Bu zaman bizim test variantımız heç bir şəkildə özünü doğrultmur. Bu zaman A və Y variantları gedir. Digər variantlarda horizontallara berqişdirği çəkilə baxırıq ki, kənara doğru çəkilib. Demək bunlar kənara doğru çəkilibsə dağdır və daxilə doğru hündürlük artır. Bura olur 30 metrdirsə, mərkəzi horizontalı olur 35 metr, 35 metr. Deməli, B nöqtəsi isə olur 40 metr. Deməli, B nöqtəsi 40 metr oldu. A nöqtəsi isə 30 metr oldu. 30 metr oldu. Bu zaman A nöqtəsi B nöqtəsinə böldükdə 1.5 cavabını almayacağıq. Yəni böləndə 1.5 alınmayacaq. D variantında da həmçinin 30, 35, 40, 45, 50. B nöqtəsi 50 metr. A isə 30 metr. Burada da yenə 50-ni 30-a böləndə 1.5 alınmayacaq. C variantına baxaq. 30, 35, 40. B variantı 45, 45. 45 bölünsün 30 eləyər 1.5. Həqiqətən də B variantı özünü doğruldur. Düzgün cavab, daha doğrusu C variantı hesab olunur. İkinci sualımıza nəzər yetirək. Miqyassız şərti işarələrlə təsvir olunan coğrafi obyektləri soruşur bizdən. Hansı ki, miqyassız şərti işarələr real həyatda heç bir sahə tutmasın, amma hər hansı bir mahiyyəti olsun. Real həyatda hər hansı bir sahə tutanlar sahəvi şərt işarələrlə göstərilir. Bunu da deyək, sahəvi şərt işarələrlə göstərilir. Bir də xətti şərt işarələrlə göstərilir. Xətt boyu uzanan obyektlərimiz. A variantında bağ, məktəb, meşə, çəmən bunların hər biri sahəvi şərt işarədir. Yəni sahələr var, məktəb istisna olmaqla. B variantında su quyusu miqyassızdır, elektrik stansiyası miqyassızdır, amma bağ və çəmən sahəvi şərt işarələrlə göstərilir. C variantında çəmən, bataqlıq, meşə, bağ hər biri sahəvidir. D variantında fabrik, dəyirman, su quyusu, bulaq. Bütün variantlar miqyassız şərt işarələrlə göstərilir. Y variantında bataqlıq və çəmən özünü doğrultmur. İkinci sualın düzgün cavabı D variantı olar. Sual 3. Qütbətrafı ərazilərin məşhur tədqiqatçıları. Qütbətrafı ərazilər dedikcə şimal coğrafi qütbü, cənub coğrafi qütbü, Antarktidanı nəzərdə tutur. Bellansahuzen, Lazarev, Raul Amundsen, Robert Scott. Biz bu səyyahları axtarmalıyıq variantımızda. A variantında Livingstone olmaz. Çünki Livingstone Afrikanı öyrənmişdir. C variantında Hacı Zeynalabdin Şirvani. D variantında Alexander Humboldt. Y variantında isə Turheyredal və Tasman olmaz. Bizdə 3-cü sualın düzgün cavabı B variantı olar. Daha sonra 4-cü suala nəzər yetirək. Sual 4-də böyük coğrafi kəşflər dövrünün səyyahlarını soruşur. Böyük coğrafi kəşflər dövrü 17-ci əsrdən, deməli 15-ci əsrdən başlayaraq 17-ci əsrin ortalarına qədər davam edib. A variantında Magellan böyük coğrafi kəşflər olsa da James Cook'dur, Robert Scott'dur, Dejnyov'dur. Bunlar müasir dövrdür. B variantında Alexander Humboldt olmaz, Turheyredal olmaz. C variantında Nəsrəddin Tusi orta əsrlər dövrünə aid deyil. Livingstone müasir dövrə aid deyil. D variantında Raul Amundsen
müasir dövrə aiddir. Deməli, bir dənə qalır bizim son olaraq Y variantı. Kolumb, Magellan, Vasco da Gama, Amerigo de Vespucci. Bunlar hər biri həqiqətən də böyük coğrafi kəşflər dövrünün səyyah və coğrafi şünaslarıdır. 5-ci suala baxaq. A və B nöqtələri arasındakı hündürlük fərqini müəyyən edin deyir. Edək. Baxıram buradakı sxemimizə, horizontalımıza. Burada iki horizontal arasındakı məsafə qonşu olmadığı üçün nə edirik? Baxın, burada bir boşluq, iki boşluq var. İki boşluq var. Demək, bu iki boşluğu mən nə edirəm? Böyük rəqəmlə 15 çıxılsın 5 bərabərdir 10 metr. Deməli, bu horizontal arasında, bu iki horizontal arasında 10 metr fərq var. Amma burada iki dənə boşluq var gördüyümüz kimi. Rəqəmləri çıxıb bölürəm boşluqların sayına. Bölürəm boşluqların sayına. Düşür 5 metr. Mən bununla kəsmə hündürlüyü tapmış oluram. Kəsmə hündürlük. Kəsmə hündürlüyümüz oldu 5 metr. O zaman buradakı mərkəzdəki horizontal olur 10 metr. A nöqtəsi isə olur 20 metr. Çünki bergişdiriklər kənara doğru verilmişdir. Baxın, kənara doğru. A nöqtəsi 20 metr oldu. Bizdən A və B nöqtələri arasında hündürlük fərqi soruşur. Baxın, B nöqtəsi yerləşir 10 metrdə, A nöqtəsi isə yerləşir 20 metrdə. Bunlar arasındakı 20 metr. Bunlar arasındakı hündürlük fərqi 10 metr olar. Düzgün cavabımız da C variantı olmuş olar. Daha sonra suallarımıza davam eləyək, baxmağa davam edək. 6-cı sualdan davam edək. 6-cı sualımız. Kəsmə yüksəklik 5 metrdir deyir. Bu sxemdə B və A nöqtələrini bizdən soruşur ki, tapın görə neçə metrdir. Mən yenə də bergişdiriqə baxıram ki, horizontalda bergişdirik kənara veribsə dağdır. Bu zaman mən kənardan mərkəzə doğru hərəkət etdikcə sanki dağın ətəyindən zirvəsinə doğru qalxmış oluram. Yəni bura dağın ətəyi kimi təsəvvür edin, burada dağın zirvəsi kimi təsəvvür edin. Bu zaman 25 metrin bu alt hissəsi, aşağı hissəsi ondan az olacaq və kəsmə hündürlüyümüz də 5 metrdir. Ona görə bu horizontal olur 20 metr. A horizontalı isə mərkəzdədir, 25-in üst hissəsidir. O isə olur 30 metr. B horizontalı 20, A isə 30 metr olmuş oldu. Bu zaman A 30 metr, A daha doğrusu A horizontalı 30 metr, B horizontalı 20 metr. Düzgün cavab B variantı olar. 7-ci suala nəzər yetirək. A və B məntəqələrinin arasındakı hündürlük fərqini müəyyən edin. Eyni 5-ci suala oxşuyur. Burada baxın, yenə bir boşluq, iki boşluq var. Rəqəmləri çıxaq. 30 çıxılsın 10 edər 20 və aldığım cavabı boşluqların sayına bölürəm 2-yə, düşür 10 metr. Bura olur 20 metr. Çünki mərkəzə doğru yadınızda saxlayın ki, bu yuxarı hissə həmişə artan rəqəm göstərir. B nöqtəsi isə 40 metr olur. A nöqtəsi 10 metrdə, B nöqtəsi isə 40 metrdə oldu. Bunlar arasındakı fərq 30 metr olar. Düzgün cavabımız Y variantı olar. 8-ci suala nəzər yetirsək, Cənub qütbünü ilk fəth etmiş səyyahlar bilirik ki, 1911-ci ildə Rommel Amundsen, 1912-ci ildə 1912-də isə Robert Scott Cənub qütbünü fəth etmişdir. Şimal qütbünü isə 1909-cu ildə Robert Piri kəşf etmişdir. Digər suallara nəzər yetirək, davam edək. 9-cu suala baxaq. 9-cu sualda kəsmə yüksəklik 5 metr olarsa A nöqtəsinin mütləq hündürlüyünü deyir bizdən müəyyən edin. Mən baxıram yenə bergişdiriqə. İçəri doğrudur. Daxilə doğrudursa bu mənfi relyef formasıdır. Baxaq, mənfi relyef formadırsa mən daxilə doğru getdikcə rəqəmlər azalmalıdır. Sanki çökəkliyin, belə deyək, baxın, burada durmuşuq, 35 metrdə dayanmışıq. Daxilə doğru, yavaş-yavaş çökəkliyin içinə doğru gedəcəyik və hər bir horizontalda 5 metr azaldacağıq. Bura olur 30, bura olur 25, 20, 15 və A horizontalının üzərində biz 10 metri görəcəyik. Çünki kəsmə yüksəkliyimiz 5 metr idi. 5-5 azaltdıq. Düzgün cavabımız olar A variantı. 10-cu suala nəzər yetiririk. Kəsmə yüksəkliyi 25 metr olarsa A nöqtəsinin mütləq hündürlüyünü tapın deyir bizdən. Baxın, mən yenə baxıram bergişdiriqə.
kənara doğrudursa bu müsbət relyef formasıdır. Müsbət relyef formasında sanki baxın burada dayanmışıq. 125 metr buradır. Biz daxilə doğru getdikcə dağın zirvəsinə qalxırıq və hər səfər 25 metr qalxacağıq. Bura 150 metr olar. Bu horizontal 175, bura 200. Bura isə 25 metr artırsaq 225 metr olar. Burada da bizim testimizin doğru cavabı A variantı olmuş olar. Nəzər salaq 11-ci suala. Burada turistlər şimal istiqamətində 4 kilometr getdikdən sonra 270 dərəcəlik azimutla 4 kilometrdə getdilər. Onlar əvvəlki məntəqəyə ən qısa yolla hansı istiqamət və azimutla qayıdarlar deyil. Turistlər hər hansı bir nöqtədə dayanıb, burada dayanıb turistlər, onlar şimal istiqamətində, yuxarı doğru şimal istiqamətində 4 kilometr getdilər. Sonra 270 dərəcəlik azimut üfüqün qərb istiqamətidir. Qərbə doğru isə daha 4 kilometr getdilər. Turistlər artıq bu məntəqədə dayanıblar. Onlar ən qısa yolla başladıkları nöqtəyə buradan gələ bilərlər. Baxın bu istiqamətdən. Burada biz belə bir sistem yaratsaq, bura şimal, bura şərq, bura qərb, bura isə cənub olur. Baxın, bu qayıtdığımız məntəqəyə o dəqiqə göründü ki, cənub-şərq istiqamətidir. Cənub-şərqin azimutu isə bildiyimiz kimi 135 dərəcəlik azimutdur. Cənub-şərq 135. Burada da A variantı doğru variant hesab olunar. Daha sonra 12-ci sualdan davam edək. 12-ci sualdan davam edək. Görək 12-ci sualda bizdən 11-ci sualın sanki davamı kimi təsəvvür edə bilərik 12-ci sualı. Turistlər hər hansı bir nöqtədə dayanıblar. 270 dərəcə azimut dediyi üfüqün qərb istiqamətidir. Qərbə doğru hərəkət edirlər. Daha sonra şimala doğru da 3 kilometr hərəkət edirlər. Turistlər artıq bu məntəqədədirlər və ilkin məntəqəyə bu yolla qayıtmalıdırlar. Yenə burada bir şəbəkə qurduq. Şimal, sağ tərəf şərq, sol qərb, aşağı isə cənub olur. Yenə cənub-şərq və cənub-şərqin azimutu bayaqda dedik ki, neçə? 135 dərəcə olar. 12-ci sualın düzgün cavabı daha doğrusu şimal-şərqdir bu. C variantında cənub-şərqdir. C variantı olar. 13-cü suala turistlər düşərgədən çıxaraq əvvəl qərb istiqamətində, deməli düşərgədə dayanıblar. Qərbə doğru 5 kilometr getdilər. 5 kilometr. Sonra 180 dərəcəli azimut. 180 dərəcəli azimut üfüqün cənub istiqamətini bildirir və cənuba doğru da 5 kilometr getdilər. Yenə onlar düşərgəyə ən qısa yolla qayıtmaq üçün bu istiqamətdə qayıtmalıdırlar bu şəkildə. Yenə bura bir şəbəkə qurduq. Bura şimal, şərq, cənub və qərb. Bura baxaq, şimal və şərqin arasındadır. Bu zaman şimal, şərq, şimal, şərq. Şimal şərqin azimutu bildiyimiz kimi 45 dərəcədir. Düzgün cavab Y variantı olar. 14-cü suala baxaq. Burada bəzi şeyləri silək. Baxaq 14-cü sualda görək bizdən nə istəyir. H məntəqəsinin B-dən 1.5 dəfə çox. Baxın, birinci sualın elə bil ki, əksisidir. A məntəqəsi B-dən 1.5 dəfə çox olsun deyir. Baxaq. Yenə indi bayaq biz daxilə doğru dedik ki, əgər horizontalda vergişdirik kənara veribsə arta gedəcəyik. Yox, əgər vergişdirik içəri veribsə azaldı. Yəni sanki çökəkliyin daxilinə doğru getmiş sayılırıq. Bu zaman mən horizontalda vergişdirik kənara doğru olan variantları atıram gedir. Çünki bu ərazilərdə A məntəqəsi B-dən daha hündürlüyü az olur. Amma bizdən çox soruşur. Məsələn, bura 45-də tutalım ki, bura 70-80 metrdir. A B-dən az oldu. Ona görə olmaz. Çünki daxilə doğru getdikcə bir daha deyirəm, sanki dağın zirvəsinə doğru hərəkət etmiş oluruq. Eyni zamanda B-də də vəziyyət bu cürdür, D-də də vəziyyət bu cürdür. Biz iki variant arasında qalmış oluruq bundan sonra. Y və C variantlarına nəzər yetiririk. Görək bunlardan düzgün cavabımız hansıdır? Baxın, A nöqtəsi 45 metr verilib burada gördüyünüz kimi. Bu zaman bura 40 metr,
Bura 35, bura ise 30 metr olar. Həqiqətən də yenə 45 bölünsün 30 edər 1,5. Bizə də deyir ki, 1,5 dəfə çox olduğu. Ona görə də 14-cü sualda düzgün cavab C variantı olar. 15-ci sualda miqyası məlum olmayan xəritədə 40 və 44 miqyas məlum deyil, amma bizə koordinat verilib və deyir ki, şimal enlikləri ilə yerləşən məntəqə arasındakı ən qısa məsafə 22,2-dir. Bu xəritədəki məsafədir. Xəritənin xətti miqyasını hesablayın yoldaşlar. Demək, bizdə miqyası tapmaq üçün miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. Düsturumuz budur. Baxın, indi burada verilənlərdən bizə xəritədəki məsafə məlumdur. Xəritədəki məsafə bərabərdir 22,2 sm. Bəs həqiqi məsafəni necə tapırıq? Bu koordinatlardan istifadə edirik. Hər iki məntəqəmiz şimal yarımkürəsində olduğu üçün eyni yarımkürədə olarkən çıxırıq. 4 dərəcə fərq eləyir. Biz bilirik ki, meridian istiqamətində hərəkət etdikcə 1 dərəcəlik qövs 111 kilometr olur. Bu zaman kilometr olur. Bəs 4 dərəcəmiz neçə kilometr olur? X, təbii ki, buradan x-i tapsaq 444 kilometr olar. İndi verilə bu oldu bizim həqiqi məsafəmiz. Biz burada verilənləri yerinə yazsaq, həqiqi məsafə 444 demək, baxın, həqiqi məsafə buradan yazaq. Həqiqi məsafəmiz oldu nə qədər? 444. Mən miqyası tapmaq üçün 444-ü bölməliyəm. Baxın, indi miqyas bərabərdir 444 bölünsün 22,2. Bu da edər 20 kilometr. Və variantlara baxıram ki, burada 2 kilometrdir, burada 30 kilometrdir, 50 metrdir, 500 metrdir. A variantı bəli, həqiqətən də bizim testimizin doğru cavabı olar. 16-cı suala nəzər yetiririk. 16-cı sualda sxemdə verilmiş relyef formasını və kəsmə yüksəkliyi müəyyən edin. Demək, baxın, kənardan daxilə doğru hərəkət etdikcə rəqəm kiçilib. Yəni, sanki hündürdən daxilə doğru, çökəkliyin içinə doğru hərəkət eləmişik. Avtomatik bu bilirik ki, çökəklikdir, təpə ola bilməz və s. Kəsmə yüksəkliyi necə taparıq burada? Baxın, bunu həm çıxaraq boşluqların sayına bölüb tapa bilərik, həm də belə bir özümüzdən rəqəm də qoya bilərik ki, variantlarla işləyə bilərik ki, məsəl üçün, deyək ki, burada D variantına baxaq, görək bu kəsmə yüksəklik ödəyirmi? Baxın, deyək ki, bura 5 metr olsa kəsmə yüksəklik, bura olsun 40 metr, bura olsun məsəl üçün, bura 40 metr olsun, bura 35 metr olsun, bura 30 metr olsun. Həqiqətən də mən bundan sonra bir dənə də horizontal çəksəm, ora 25 metr olar və 27-30-la, baxın, ədəd oxunda 27 30-la 25-in arasındadır həqiqətən də. Deməli, onda 5 metr ödəyir. D variantı burada həqiqətən də bizim həm kəsmə hündürlüyü olaraq, həm də çökəklik olaraq hər iki variantımızı ödədi. Daha sonra 17-ci sualdan davam eləyək. 17-ci sualda bizdən horizontallar əsasən dağın dik yamacını və kəsmə yüksəkliyi müəyyən edin. Horizontalda belə bir şey var ki, yoldaşlar. Əgər horizontal bir-birinə yaxın çəkilibsə, o ərazidə dağ yamacı daha dik olur. Sıx çəkilibsə, baxın, yaxın çəkilibsə, baxın, bu hissədə horizontal görürük ki, bir-birinə yaxındır. Bu hissədə isə bir-birindən məsafə uzaqdır horizontal arasında. Burada bir horizontal üzərində istiqamət çəksə, bura hansı tərəf olur, hansı yamac olur? Cənub ilə qərb arasıdır. Deməli, cənub-qərbdir. Və kəsmə hündürlüyü də tapmaq üçün 370 çıxılsın 340 yazarıq. 370 çıx 340 bərabərdir 40 metr. 1, 2, 3 dənə boşluq var. Daha doğrusu 3 deməli 1, 2, 3 dənə boşluq var burada. Bu 30 metr eləyir. Üzr istəyirəm. Bölək boşluqların sayına düşür 10 metr. 370 çıxılsın 340 30 metr. 30 metri 3 boşluq var. 3-ə böləndə 10 metr edər. Cənub, qərb və 10 metr düzgün cavab A variantı. 18-ci suala nəzər yetirək.
18-ci sualda xətti miqyaslı, yəni bizə miqyas verib, amma bunu xətti formada verib. Baxıram bura, bu hissəyə qədər olan əraziyə baxıram 125 və sona baxıram kilometr. Artıq mən miqyasımı 125 kilometr olaraq qeyd edirəm. A və B məntəqə arasında məsafə 8 santimetrdir. Digər xəritədə bu məntəqələr arasında məsafə 10 santimetrdir. İkinci xəritənin miqyasını müəyyən edin deyir. Bu hissəyə qədər mən məsələni oxuyub saxlayıram. Çünki burada artıq mənə 2 verilən var. Burada miqyas verilib. Burada da xəritədəki məsafə verilib. Mən bunlardan istifadə edib hesablama işi apara bilərəm. Baxın, miqyas və xəritədəki məsafə verilibsə mən həqiqi məsafəni tapa bilərəm. Həqiqi məsafəni tapmaq üçün nə edirik? Xəritədəki məsafəni vururuq miqyasa. Bərabərdir 8 vurulsun 125. O da edər deməli 1200. Bu oldu mənim həqiqi məsafəm. İndi məsələnin ikinci hissəsinə baxıram. Məsələnin ikinci hissəsində isə mənə yenidən xəritədəki məsafə verib. Baxın, bu mənim həqiqi məsafəm. Məsələnin ikinci hissəsində də bir dənə də xəritədəki məsafə verib 10 santimetr. Mən bunlardan istifadə edib miqyasa tapa bilərəm. Həqiqi məsafəni bölərəm xəritəyə. 1200 bölünsün 10 düşər 120. Və bu zaman mən bircə dəqiqə burada vurulmada biz deməli 125-i vurduq 8-ə 800 o da 200 1000, daha doğrusu 1000 olur burada, 1200 yox 1000. 1000-i də ona böləndə 100 düşür. Deməli 100. Baxın, bu 100-də nə edirik? Yenidən yazırıq 1 bölünsün 100. Biz kilometr böldüyümüz üçün yanına 5 sıfır əlavə edirik. Baxın, 5 dənə sıfır yenidən əlavə etdik. Necə ki kilometrə çevirərkən 5 sıfır silirik, kilometri də bölərkən aldığımız cavabın sonuna qaytarıb sıfırlarımızı sanki yazırıq yenidən. 5 dənə sıfırımızı yenidən yazırıq. Bu da baxın 100 yanından 5 dənə sıfır yazılıb. Y variantı düzgün variant olar. 19-cu suala nəzər yetirək. Yer səthində A və B məntəqələri arasında məsafə 2400 km. Bu məsafə xətti miqyası bu olan xəritədə nə qədər olar? Yenə xətti miqyasa baxıram 200 kilometrdir. Mənə həqiqi məsafə və miqyas verilib. Həqiqi məsafə miqyas verilibsə mən xəritədəki məsafəni tapıram. Bu zaman nə edirəm? Həqiqi məsafəni bölürəm miqyasa. Yəni 2400 bölünsün 200. Burada da düşər cavab 12 santimetr. Cavab E variantı olar. 20-ci suala baxaq. Videomuzun birinci hissəsinin sonuncu sualı. Miqyası 1 bölünsün 800 min olan xəritədə İki məntəqə arasında məsafə 7,5 santimetrdir. Məntəqə arasında həqiqi məsafəni hesablayın. Həqiqi məsafənin düsturu nə idi? Xəritədəki məsafə vurulsun miqyas. Miqyasda baxıram, sıfırların sayı 5-dir. 1, 2, 3, 4, 5 sıfır silirik. 8. Həqiqi məsafə xəritədə vurulsun miqyas. 7,5 vurulsun 8. O da bərabərdir. 7,5 vurulsun 8. 60 kilometr eder. Niyə kilometr? Çünki burada 5 dənə sıfır silmişdim ona görə. Doğru cavabımız D variantı olar.